Cəmiyyətlərin, dövlətlərin süqutunun ilahi qanuna uyğunluğu. Quran ayələri ilə təhlil. Quran-ı Kərim təkcə fərdi əxlaq prinsipləri deyil, həm də ictimai-siyasi həyatla bağlı ümumi qanuna uyğunluqları ortaya qoyur. Müxtəlif ayələrdə cəmiyyətlərin yüksəlişi və süqutu təsvir edilərək göstərilir ki, maddi rifah, siyasi güc və cah-cəlal uzunmüddətli sabitlik təmin etmir. Əksinə, günah, zülm və əxlaqi deqradasiya geniş yayıldıqda, belə cəmiyyətlərin süqutu qaçılmaz olur. Burada Əl-İsra və Əl-Qasas surələrindən gətirilən ayələr əsasında bu məsələ təhlil ediləcəkdir. Quran, Əl-İsra 16. Biz bir məmləkəti məhv etmək istədikdə, onun cah-calal içində yaşayan sakinlərinə, yəni Allaha itaət etməyi əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun, o məmləkətin barəsindəki söz gerçək oldu və biz onu yerlə yeksan etdik. Göründüyü kimi, cah-calal içində yaşayanlar günahda israr etdikdə, məmləkət məhv edilir. Görünür, bu tip cəmiyyətlər digərlərinə nümunə olub, bütün insanlığı məhvə sürükləyər deyə belə tədbirlər görülür. Quran, Əl-Qasas 58. Biz xoşgüzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa orada heç kəs sakin olmadı. Onlara biz varis olduq. Göründüyü kimi, xoşgüzəranı ilə qürrələnən şəhərlər yerlə yeksan oldu, onlardan yalnız boş yurdlar qaldı. Quran, Əl-Qasas 59. Sənin Rəbbin, şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş, o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik. Əlbəttə ki, bugün heç bir cəmiyyətə peyğəmbər göndəriləsi deyil, çünki sonuncu peyğəmbər 1400 il bundan əvvəl gəlmiş, Allahın qanunlarını insanlığa vəhiy, yəni Quran ayələri vasitəsilə çatdırmışdır. Bu ayələrdən aydın olur ki, ilahi qanuna uyğunluq belədir. Hər bir cəmiyyət rifah və əminamanlıq şəraitində yaşaya bilər, lakin bu vəziyyət yalnız şərti xarakter daşıyır. Əgər əhali günah, ədalətsizlik və zülmü həyat dərzinə çevirərsə, həmin rifah, əminamanlıq müvəqqətidir və nəticədə məhv qaçılmaz olur. Tarixi faktlar bu yanaşmanı təsdiqləyir. Tarixdə bir çox imperiyalar güclü ordusu və nəhəng sərvəti ilə tanınsa da, daxili əxlaqi aşınma və sosial ədalətsizlik onların dağılmasına səbəb olmuşdur. Beləliklə, Qurandakı sosial mesaj həm dini, həm də sosioloji aspektdən ümumbəşəri qanuna uyğunluq ifadə edir. Quranın verdiyi dərs açıq aydındır. Rifah, cah-calal və zahiri əminamanlıq cəmiyyətin uzunmüddətli sabitliyini təmin etmir. Ədalət prinsipləri pozulduqda, günah və zülm hakim olduqda, həmin rifah yalnız illüziya olaraq qalır. Bu ayələr həm keçmiş sivilizasiyaların süqutuna nəzər salmaq, həm də müasir cəmiyyətlərin gələcəyini dəyərləndirmək üçün fundamental meyar rolunu oynayır. İlahi qanuna uyğunluq dəyişməzdir. Ədalət və əxlaqi dəyərlər üzərində qurulmayan heç bir cəmiyyət uzun ömürlü ola bilməz.